Salam əziz izləyicilərimiz. Biz bugün Astara rayon Ərtisban qəsəbəsində gözəl bir balamızın evində qonağıq. Xoş gördük balam səni. Necəsən? Yaxşıyam. Adın nədir? Əlafət Axundur. Çox gözəl. Anadan neçənci ildə olmusan? 2016-cı il. Oxuduğun məktəb? Üst sayılı tam orta məktəb. Hal-hazırda neçənci sinifdə oxursan? 4-cü sinif. Ən çox sevdiyin dərsin, ən çox sevdiyin müəllimən kimdir? Gülara müəllimə, ondan sonra ən sevdiyim dərs tarix dərsi. Biz də buradan Gülara müəlliməyə çox sağ ol deyirik. Çox sağ ol deyirik ki, balamızın yaddaşında belə gözəl qalıbdır. Biz balamızı özünü belə sevdiribdir. Biz də ona təşəkkürümüzü bildiririk. Arzuladığın peşə nədir? Tarix müəllimi. Böyüyəndə tarix müəllimi olacaq. Uğurların, nailiyyətlərin olub indiyə qədər məktəbdə? Olur. Neçənci ildə məktəbə getmirsən? 2022-ci ildə. Boş vaxtlarda nə ilə məşğul olursan? Rəsm çəkməklə. Atana nə demək istəyirsən? Atan haqqında bizə nə demək istəyirsən? Atam haqqında Adını, soyadını deyə atan. atamın adı Ayaz Axundur. Atana nə demək istəyirsən? Atanı çox sevirsən. Çox sevirəm atamı. Buradan ona salamlar. Anan haqqında nə demək istəyirsən? Anamın adı Nurdə Axundova. Ananı da çox sevirsən. Neçə qardaş, neçə bacısınız? 3 qardaşıq biz. Məndən də 3 qardaş. Ay Allah, bacın yoxdur. Bəs hobbin nədir? O benim boş rəsm çəkmək. Çox gözəl. Böyüyəndə kimə bənzəmək istəyirsən? Öz ikinci qardaşıma ya da öz babama. Ay Allah. Balamızın nənəsi əyləşib yanında. Nənəsi adınız, soyadınız? Olmaz. Hakkında. Nənəsi, nəvənizə nə demək istəyirsiniz? Nə arzulamaq istəyirsiniz nəvənizə? Arzulayardım ki, qəşəng məktəbə girsin, qutarsın. Nə istəyir ürəyi, Allah versin ona. Ürəyindən keçəni istəsin. Amin. Biz də qoşuluq sizin arzularınıza. İnşallah arzularına arzularına çatar balamız da. Balam, sənə indi baxacaqlar şagirdlərin, sinif yoldaşların, yaşıdların baxacaqlar sənə. Onlara buradan nə demək istəyirsən? Mənim sinif yoldaşlarıma salamlar deyirəm. Salamlar deyirsən. Balam, çox sağ ol. Səndən biz də tanış olduq. Sağ ol.